oktyabr 2025-ci il Bərdə rayon Bəcravan kəndində 44 günlük Vətən müharibəsinin şəhidi İsmailzadə Şövqü Raquboğlunun 5-ci il dönümü qeyd olundu. İsmailzadə Şövqü 1996-cı il fevralın 23-də Bərdə rayonunun Bəcravan kəndində anadan olmuşdur. İsmailzadə Şövqü 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış və oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhadətə yüksəlmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15-i 12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Şövqü İsmailzadə ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı dəfələrlə, şərəflə və ləyaqətlə vəzifə borcunu yerinə yetirdiyi üçün Şövqü İsmailzadə ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı ilə də təltif olunmuşdur. Şövqü İsmailzadə həmçinin cəsur döyüşçü, vətənə xidmətə görə medalları və ordenləri ilə təltif olunmuşdur. Allahdan şəhidimizə rəhmət diləyirik. Məkanın cənnət, məqamın uca olsun şəhidim. Keçib ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər?